Bölgədə Savaş Partiyasının lideri Netanyahu İsrailidir. Hələ də tətikləyir. Hələ də Trump'ı Epstein dosyalarından təhdid edir ki, savaş elə, dayanma, dayanarsansa səni vurarıq deyir. Hələ də Biden Amerikası fəaliyyətdədir. Küresel mafya Amerikanı savaşın içine sokmak istəyir. Trump düşünür. Trump bir adım irəli atır, bir adım geri atır. Səbəbi var. Səbəbi Amerikanın içərisində olan küresel mafyanın dünya üzərində əstirdiyi pisliklərin qarşılığında özünün təhlükədə olmasıdır. Və digər tərəfdən də reallıqlardır. Amerika bilir ki, bu bataqlığın içərisinə girsə, Avrasiya məkanında, Şərq yarım kürəsində İsrailin gününə düşəcək. İstəmir onun durumuna düşsün. Və eyni zamanda həm də İsraili xilas eləmək istəyir küresel mafiyanın xatirinə ki, onu vurmasınlar. İkili arasında bugün Trump Amerikası qalıb. Amma bu gücün qarşısında Türkiyə təbii ki, sadəcə danışmır Ləman xanım. Müharibə başlamamışdan öncə Pakistan, Səudi Ərəbistanı, Türkiyə və Qatar bir hərbi saziş imzalayacaqlar haqqında təbii ki, mediada fikirlər səsləndi, hələ də səslənməkdədir. Hakan Fidan Orta Doğu Birliyindən danışır artıq, diqqət eləmisinizsə. Tıpkı Avropa Birliyi kimi deyir həm də. Bunlar görmür ki, Orta Doğu əldən çıxır. Bunlar görmür ki, artıq bölgədə İran özü, Türkiyə, Səudi Ərəbistanı, Qatar və Pakistan birləşsə, Amerika İrana qalib gələ bilməz. Onu görmürlər. Türkiyə bugün o birliyi qurmasa da o birliyin mesajını verir. Deyir, mənim iradəmə qarşı çıxsanız bu baş verəcək.